Yəni çox böyük dəyişikliklər baş verməkdədir və bu dəyişikliklərin bir qismi həm də ABŞ Dövlət Departamentinə də çatıb. ABŞ Dövlət Departamentində böyük ixtisarlar haqqında qərar verilib. Yəni 17% ixtisar. 17% ixtisar. 700 Dövlət Departamenti, ABŞ Dövlət Departamentinin əməkdaşının sayı bundan əvvəl 734 idi, 602-yə enəcək. Yəni bu çox böyük bir ixtisardır. Yəni ABŞ Dövlət Departamenti heç vaxt bu qədər miqyaslı bir ixtisar olmayıb və doğrudur Marco Rubio hələ ilk bu vəzifəyə təyin olunanda o Dövlət Departamentinə gəlmişdi, işçilərlə görüşürdü və orada söz verirdi ki, bizdə davamlılıq olacaq, bizim üçün insan haqları vacibdir, biz dünyada liderik, azad dünyanın liderik və s. və ilaxır. Görsəniz ki, burada da dəyişiklik var. Yəni ilk dəfədir ki, ABŞ Dövlət Departamentinin hazırladığı insan haqları hesabatı hələ də işıq üzü görməyib. Yəni bugün artıq aprel ayının 24-düdür. Bu hesabat bir qayda olaraq belə deyək martın sonunda, ikinci yarısında, uzağı aprelin əvvəlində açıqlanırdı. İndi isə bu hesabat hazır deyil. Və ABŞ mediasına sızmalardan məlum olur ki, bu hesabat özü də çox ciddi transformasiyaya məruz qalıb. Və hətta ABŞ Dövlət Departamentinin işçilərinə göndərilən e-maillarda deyilir ki, onlar ölkə daxilindəki problemləri, insan haqları ilə bağlı qüsurları və s. bunları ölkənin daxili işi adlandırsınlar və belə deyək, çox üstlərinə getməsinlər avtoritarların, yəni belə bir göstəriş verilib. Ona görə də baxaq görək nə olur ABŞ Dövlət Departamentinin hesabatında biz ümumiyyətlə Azərbaycan haqqında nələr yazılacaq. Siz bilirsiniz ki, ilbəil Azərbaycan bölümü böyüməkdədir, chapter. Hər il böyüyürdü, çünki Azərbaycan insan haqları ilə bağlı vəziyyət hər il pisləşir. Siyasi məhbusların sayı artır. Mən xatırlayıram, ilk dəfə bu chapterda, bu hissədə, bölümdə Azərbaycan political prisoner, siyasi məhbuslar kriteriyası əlavə olunanda, yəni artıq xüsusi situasiya, xüsusi bir bölüm açmışdılar orada və onun həcmi böyüyə gedir. Yəni bizim gözümüzün qarşısında oldu bu, nə zamansa 35 siyasi məhbus, 65 siyasi məhbus, sonra 100-ə çatanda biz artıq dəli olurduq ki, Azərbaycanda 100 siyasi məhbus var. Bugün isə artıq 400-ə yaxınlaşır. Yəni bu hələ insan hüquqları təşkilatlarının təsdiqləmiş olduğu siyasi məhbusların sayıdır. Yəni İlk dəfə ola bilər ki, ümumiyyətlə bu hesabatdan, Azərbaycana dair olan hesabatdan siyasi məhbuslar da çıxarılsın və çox yumuşaq, çox dişsiz bir hissə görə bilərik. Dünən jurnalist Alex Raufoğlu ABŞ Dövlət Departamentində press briefingdə bu sualı verdi ki, siz təsdiqləyə bilərsinizmi? Bu necə təsirləndirir insan hüquqlarını və s. Yəni bir cavab olmadı. Sadəcə o deyildi ki, biz heç nə deyə bilmərik, gözləyin və s. Yəni dediyim kimi çox maraqlı bir dönəmə daxil olmuşuq. Nə zaman ki, insan haqları artıq kimlərsə tərəfindən daxili iş kimi görünməkdədir. Dediyim kimi, bu İlham Əliyev kimi avtoritar liderlərin dream come true, xəyalının, arzusunun belə deyək də gerçəkləşməsidir. O adam bunun haqqında yalnız xəyal edə bilərdi ki, ilahi, bəlkə belə desinlər ki, sən öz haqqındır, nə edirsən, kimi istəyirsən türməyə bas, kimi istəyirsən başını ye və s. Bu sənin öz daxili işindir və bugün Trump Amerikasını görsənidir ki, biz bunun gerçəkləşməsini görməkdəyik.